Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid eləyirəm ki, yaxşısınız. Bu videonu çəkməyimdə məqsəd budur ki, bir balaca bir şeyə aydınlıq gətirmək istəyirəm. Görürəm ki, psixoloqlar günü-gündən Azərbaycanda artır. Baxıram ki, cavan uşaqdır, tez universiteti bitirib və təbii ki, o çalışmalıdır, vuruşmalıdır və işləməlidir, pul qazanmalıdır. Bu istəstinə. Amma psixoloqsan, sən bir başqa şeylərlə işləyə bilərsən, düzdürmü? Gəlirsiniz, yapışırsınız bu nevrozdan. Mənim əzizlərim, nevrozu anlamaq üçün, nevrozu bilmək üçün gərək ilk növbədə özün o nevrozu hiss edəsən. Yəni, özün, qısa desək, nevroz olasan. Tamam mı? Yəni, keçmiş nevroz olasan. Onda, bəli, sən tam işləyə bilərsən nevrozlarla. Və yaxud uzun müddət sən bu işdə çalışmalısan ki, təcrübə yığasan. Sən dünən gəlmisən və istəyirsən ki, nə bilim, kimlərəsə dəstək kömək eləyəsən, hələ sən anlamırsan ki, təcrübə nəyə görə deyirəm? Terapiyalar, texnikalar müxtəlifdir. Anlatabildim mi? Yəni, saysız-hesabsız texnikalar var. Və bu texnikaların içində bəzən elə texnikalar var ki, işləmir. Anlatabildim mi? Xəstə onu anlamır, xəstə ona gücü çatmır və yaxud xəstə onu eləmək istəmir. Anlatabildim mi? Və yaxud eləyir, effektsiz olur. Tamam mı? Siz təcrübə yığmalısınız ki, siz bilməlisiniz. Artıq hansı şikayətli bir xəstə gəlibsə, bilirsiniz, diaqnozu qoyursunuz və hansı növ pozuntudur və ona aid texnikaları, həmən texnikalardan istifadə edəsiniz. Bu təcrübə tələb edir və yaxud özünüz nevroz olmalısınız. Mən o vaxtı MDB ölkələrinin bir çox MDB ölkələri, hətta elmlər namizədi, professorların yanında olmuşam. Mənə köməklik eləyə bilməyiblər. Anlatabildim mi? Gənc olublar, filan olublar. Yəni, o vaxt psixoterapiya o qədər puxtələşməmişdi MDB ölkələrində. Sonda mənə bilirsinizmi kim kömək elədi? Nevroz. Bıvşı nevroz, yəni keçmişi nevroz olan bir insan, düzdür, indi o mənim həyat yoldaşımdır, o elmlər namizədidir, o mənə kömək oldu və bu sənətə o məni gətirdi, tamam mı? Ona görə də, bunu ümumiyyətlə indi bütün dünyada bu mövcuddur, yəni Albert özü də, məsələn, kognitiv terapiyanı yazıb, özü də nevroz olub. Anlatabildim mi? Bilirsiniz, mən bu xəstəliyin adını smart xəstəliyi qoymuşam. Bu xəstəlik emosional xəstəlikdir. Mən bütün risklara getmişəm. Əgər otursanız, düşünsəniz ki, qonşum nə deyər? Yox, mən bu addımı atsam, birdən uçuruma gedərəm. Bu hərəkət eləsəm bəyənilməz. Anlatabildim mi? Bundan da siz batdınız. Tamam mı? Nevroz hər şeyə qadirdir. Hətta adi insanlardan da güclüdür və bacarıqlıdır. Anlatabildim mi? Yəni, nevroz smart xəstəlikdir. Nevroz emosional xəstəlikdir, anlatabildim mi? Yəni, emosiyalarınızı heç vaxtı boğmayın. Qorxdunuz, ay, həyatım pisdir, bu ərlə, bu arvadla boşansam nə deyərlər
və yaxud ikinci arvad alsam məni kimi, nə deyərlər, filan şey, filan eləsəm, nə deyərlər, filan şey, filan. Buna cavab qaytarsam birdən filan, o qədər özünüzü yaxşı göstərmək istəyirsiniz, o qədər emosiyalarınızı boğursunuz ki, sonuçda nə olur? Emosional xəstəlik. Tamam mı? Özünüzə yaxşı baxın, özünüzə müğayət olun. Gələn görüşlərə dək sağ olun.